Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve acil ferazahu ve ehlike adahum. Bildiyiniz kimi bugün Rəcəb ayının 3-ü İmam Hadi aleyhissalamın şəhadət günüdür. Bu münasibətlə zamana imam başda olmaqla bütün möminlərə, müsəlmanlara, haqq ədalət tərəfdarlarına başsağlığı verirəm. Və İmam Hadi aleyhissalamın dövrü digər Əhl-i-Beyt imamları kimi çox çətin bir dövrə təsadüf edir. İmam əleyhissalam Mədinədə doğulsa da sonradan Samirra şəhərinə gətirilir. İmam Hadi əleyhissalam 10-cu imamdır. İmam Əli Yənnəqi əleyhissalam. İmam Əli Yənnəqi əleyhissalam sonradan Samirra şəhərinə gətirilir və xüsusi nəzarət altında saxlanılır. İmam cəmi 41 il ömür sürübdür. Onun təxminən 21 ilin Mədinədə, 20 ilin Samirra şəhərində olubdur. Və İmam Abbasi xəlifələrinin ən qəddarları ilə həm əsr olubdur. İmamın vəziyyəti, siyasi vəziyyəti çox çətin olubdur. Birincisi ona görə ki, İmamın ömrü müddətində 6 Abbasi xəlifəsi dəyişilibdir. Və bu dəyişiklik həm imama, həm tərəfdarlarına ciddi problem və çətinlik yaşadırdı. Bu mənada ki, insanlar hansının hansı mövqeyi və yolu tutacağı barəsində dəqiq bir şey qərara gələ bilmirdilər. Bəziləri nisbətən yumşaq mülayim rəftar edirdi, bəzən qatı düşmənçilik mövqeyindən çıxış edirdi. Bu və digər formada Əhl-i-Beyt imamlarının hamısında olduğu kimi İmam Hadi əleyhissalam da bu 6 xəlifənin dövründə çox çətin bir zaman yaşayırdı. Bunların içərisində cəmi Müntəsir adında biri xəlifə nisbətən yumşaq rəftar edib və imam bu fürsətdən istifadə edib tələbə yetişdirir. 185 dənə tarixdə yazır, tələbə yetişdirir və bu tələbələrə İslam və həqiqəti başa salır, aydınlaşdırır. İmam əleyhissalamın çətinliyinə dəlalət eləyən məhəlli şahidlərdən biri İmam Hadi əleyhissalamın, İmam Əli Yənnəqi əleyhissalamın, yəni qarışdırmayaq, İmam Hadi və İmam Əli Yənnəqi qeyd elədiyim kimi eyni adamdır. İmam Əli Yənnəqi əleyhissalam Abbasi xəlifəsi olan Mütəvəkkillə həməsir olur. Mütəvəkkil Əhl-i-Beytə nifrəti ilə seçilən bir adam olur. Adam neçə dəfələrlə İmam Hüseyin əleyhissalamın qəbrini dağıtdırır. Oranı şumlatdırır və oranı belə deyək, silmək istəyir yer üzərindən. Və deyir ki, o dövrdə xalis möminlər Kərbəlada imamın qəbrini gəlirdilər, həmin əraziləri torpağı iyliyə gəlirdilər. İmam Hüseyin əleyhissalamın qəbrinin torpağı yerləşdiyi yer xüsusi iyi ilə seçilirdi. Onlar o formada tapırdılar. Belə bir zalim hakimlə bir dövrdə yaşamaq təbii ki, təsəvvür olunasıdır ki, imam nə qədər əzab, əziyyətlər və çətinliklər görür. Və İmam Hadi əleyhissalamı zindanda saxlayırlar. Onun zindanının hal-hazırda qalır videolarına da baxa bilərsiniz. Məsələn, İmam Musa Kazım əleyhissalam da elə zindanda saxlanılır ki, o güclə bir belə deyək, ayaq üstə dayana bilir. Amma İmam Hadi əleyhissalam zindanında isə ayaq üstə dayanmağa da şans olmur. O, hərəkət eləmək üçün iməkləyirmiş. O qədər onu balaca yerə salırlar. Bütün bunların hamısı ona görə idi ki, Əhl-i-Beyt əleyhissalamın adın və yadın insanların, dünyanın səhnəsindən silinsin. Belə bir adda adamların varlığından aləmdə heç kimin xəbəri olmasın. Amma bunlar hər nə eləsələr də Allah öz nurunu tamamlayacaq. Əslində, İmamət tarixi böyük bir ibrətdir, böyük bir mesajdır ki, imamətlə vuruşmaq istəyən insanlar, imamətlə mübarizə aparmaq istəyənlər heç zaman qalib gəlməyiblər. Və nəhayət İmam 41 yaşında şəhid edilir və Samirra şəhərində dəfn edilir. Ona görə imamın barəsində mən bir-iki hədis yazmışam. Ümid edirəm ki, bizim üçün faydalı olar və hər birimiz imamın kəlamlarından faydalanmış olarıq. İmam əleyhissalam buyurur ki, çox qiymətli kəlamlardan biridir. Mən səələ fəvqə həqqihi fəhuvə əvlə bil hirman.
İmam buyurur, kim öz haqqından artığın istəsə, məhrum olmağa daha layiqdir. Yəni, bir insan öz haqqı nədirsə, onu istəməlidir. Ondan artığını əgər bir insan istəsə, məhrum olmalıdır. Qayda bu cür. Bəzən biz elə başa düşürük ki, Əhl-i imamları kərimdirlər, onların qapısına gələn hər kəsə nə qədər istədikləri qədər verirlər. Yox, Əhl-i imamları hər kəsə öz haqqında lazımı qədərində verir. Bu qeydi unutmaq olmaz. Və bu kəlam bizim günümüzə də aiddir. Məsələn, müctəhidlər xumus barəsində yazırlar ki, əgər bir insan qızı üçün cehiz alıb saxlayırsa və öz həddindədirsə, şənindədirsə, ona xumus düşməz. Amma əgər öz həddindən və şənindən artıqdır, mən heç kimlə dala qalmayayım, heç kimə filan kəs filan şey verir, mən daha yaxşısını verim deyə bir şey alırsa, həmin malına xumus gəlir. Və yaxud da insanın gözəl paltar geyinməsi bəhənələndir. İnsan təmiz geyinməlidir, səliqəli geyinməlidir. Amma şöhrət libası geyinmək haramdır. Şöhrət libası geyinən insanlar qiyamətdə insanların gözünün qarşısında xar olacaqlar. Nədir şöhrət libası? Şöhrət libası insanlardan özün fərqləndirib, özün başqalarından üstün göstərmək üçün geyinilən geyimdir. Hər hansısa bir geyim olursa olsun, insan özün başqalarından fərqləndirir və özün onlardan üstün olduğunu göstərmək istəyirsə, həmən geyim onun şöhrət geyimidir və bu insan şöhrət libasını geyinibdir və bunun işi qiyamətdə çətin olacaq. Bu bir. İkinci mübarək kəlam Həzrəti İmam Əli Yənnəqi əleyhissalamın qiymətli kəlamdır. Həzrət buyurur ki, Əd-dünya suqun. Dünya bir bazardır. Rəbihə fiha qovmun və xəsirə ahirə. Buyurur ki, burada bir dəstə insan bu bazarda qazancı əldə edir. Bir dəstə insan isə ziyana uğrayır. Burada bir məqamı qeyd eləmək lazımdır. Ümumiyyətlə, bazarın 4 dənə sütunu var. 1. Satan, 2. Alan, müştəri, 3. Satılan mal, 4-cüsü malın qarşılığında verilən, deyək ki, pul. Bu 4 dənə olmasa, bazar olmaz. Məsələn, alıcı var, satıcı var, pul var, amma satılan mal yoxdur. Bazar deyil. Alıcı var, satıcı var, mal var, pul yoxdur. Yenə də bazar əmələ gəlməyəcək. Alıcı var, mal var, pul var, amma satan yoxdur. Yenə də əmələ gəlməyəcək. Yəni, bu 4 dənə şərt bazarın ana şərtidir, ana sütunudur. Bir şeyin bazar olması üçün bu 4 dənə sütunu olmalıdır. Dünyada da insan belədir. İnsan bu dünyada bazardır və bu bazarda satan insandır. Alan Allahdır. Satılan mal insanın ömrüdür. Qarşılığında verilən cənnət və yaxud da Allah göstərməsi digər bir şeydir. İnsan burada alış-veriş edir və alış-verişdə əgər ömrün dəyərsiz bir şeylərə qurban verərsə, dəyərsiz şeylərlə keçirərsə, təbii ki, bu sərmayənin, ömür sərmayəsinin qarşılığında alacağı əzab olacaq, qiyamətdə, məhşərdə alçalmaq olacaq. Amma əgər bu ömür sərmayəsini verib, əvəzində qiymətli və dəyərli bir şeylərlə alış-veriş eləyərsə, daha qiymətli ilə, belə deyək, satın alarsa, o zaman cənnət onun halına şamil olacaq. Ona görə imam buyurur ki, dünya bir bazardır. Kimləri burada ziyan içərisindədir, kimləri isə burada xeyir tapırlar. Ona görə hər birimiz bu bazardan çalışmalıyıq ki, mümkün qədər doğru, düzgün çıxar. Və burada ən önəmli şeylərdən biri insanın zamanına dəyər verməsidir. Zaman Allah yanında çox önəmlidir. Quran-ı Kərimdə müxtəlif zaman formalarını and içilir. Vəl-əsr, and olsun əsrə, vəl-leyl, and olsun gecəyə, vəl-nəhar, and olsun gündüzə və s. Müxtəlif zamanın müxtəlif formalarına and içilir. Bu zamanın Allah yanında dəyərinin göstəricisidir. Ona görə bizlər bu zamanımızın dəyərini bilməliyik. İnsan övladının ömrü tez keçib gedəcək və qəbirdə özü və əməlləri ilə baş-başa qalacaq. Madəm bir gün mən özüm və əməllərim baş-başa qalacam,
özümlə baş-başa qalan həmdəmimi, munisimi çalışıb salihlərdən, gözəl əməllərdən eləməliyəm ki, orada insanın işi yaxşı olsun. Bəs İmam Hadi əleyhissalamın şəhadət günündə bu iki imam bizdən hədiyyə olsun. Allah inşallah imamın dünyada ziyarətini hamımıza nəsib eləsin inşallah. Əziz şəhidlərimiz, valideynlərimiz hamısının fərq rəhmət eləsin. Selamun aleykum və rəhmətullah.